Ümumiyyətlə, dinimiz yolunda, torpağımız yolunda şəhid olanların adını əbədləşdirmək, gələcək nəsillərə çatdırmaq biz qələm adamlarının borcudur və mən də bir sıra nəfəri kimi, bir qələm adamı kimi buna imkanım daxilində çalışmışam və nə dərəcədə nail ola bilirəm, bunu siz möhtərəm oxucularım, istəklərim deyə bilərsiniz. Şəxsiyyətinə böyük hörmət bəslədiyim maşallah qazimiz çox gözəl çıxış elədi və mənim gözümdə o canlı heykəldir və o vətən torpağının bir parçasıdır. Onun haqqında bir çox şeylər yazsam da mən şəxsən ona və onun timsalında olan Qarabağ döyüşçilərimizə, Qarabağ ailərimizə, şəhidlərimizə özümə borclu bilirəm. Çox gözəl qeyd etdiniz ki, son vaxtlar verdiyimiz şəhidlər, xüsusən Əhmədin, Fəxrəddin, Mübarizin adı Cəllabadla qoşa çəkilir. Oğul öz doğulduğu torpağı şöhrətə mindirə bilirsə, müqəddəsləşdirə bilirsə və şəxsi nümunəyə çevrilə bilirsə, bu özü elə bizim qürurumuzdur, fəxarətimizdir. Və biz və bizim övladlarımız onlardan nümunə götürməlidir. Çünki bugünkü nəslin düzgün istiqamətləndirilməsi biz valideynlərdən, biz böyüklərdən çox asılıdır. Vətənin gələcəyi də, bizim sabahımız da övladlarımızın tərbiyəsindən, vətən ruhunda böyüməsindən, Allah sevərliyindən, dinə bağlılığından asılıdır. Biz mətbuat adamıyıq, həm də mətbuatda gedən yazılardan da, televiziyadan da görürük ki, harada müsəlman torpağı var, orada qan var. Bütün bunlar geniş mənada götürəndə başqa əqidədə olan insanların bəlkə də qısqanclığından, göz götürməməsindən irəli gəlir və ona görə də müsəlman torpaqlarının Allah tərəfindən təbii sərvəti həmişə bol olub və öz müsəlman övladlarının torluq çəkməmək üçün bəlkə də hər şeylə təmin etmək üçün yerüstü və yeraltı sərvətləri var. Çox təəssüf ki, düşmənlərimiz bizim yerüstü, yeraltı sərvətlərlə yanaşı bizim mənəvi dayaqlarımızı da sarsıtlamağa çalışırlar və çalışmaq lazımdır ki, mənəviyyatımızın körşalmasına yol verməyək. Mənəvi dəyərlərimizi gözləyək. Çünki mənəviyyatı zəif olan mənəviyyatsız adamlar torpağını da, vətəni də nə vaxtsa sata bilər, nə vaxtsa unuda bilər. Qarabağ həmişə bizimdir və deyirik, həmişə də bizim olacaq. Çünki bu inamı biz gənclərimizə də oyatmalıyıq, aşılamalıyıq. Bəzən həm söhbət olduğumuz zamanlarımız, yeniyetmələrimiz, onlarda mən ruh düşkünlüyü görürəm. Deyirlər ki, yox, daha Qarabağ geri gələn deyil, yox, belə oldu, elə oldu. Əslində elə deyil. Əslində, bilirsiniz, bizim özümüzdə vətən eşqi güclü olmalıdır. Bizim cavanlarımızda vətənə bağlılıq, torpağa bağlılıq güclü olmalıdır və həmişə qələbə əzmi ilə yaşamalıdır. Hər bir bəla, hər bir çətinlik müvəqqətidir, ötəridir, amma həyat davam edir, həyat mübarizədir. Xocalı ilə bağlı təşkil olunan bu tədbir, mən hesab edirdim ki, təşkil Xocalıya aid deyil. Belə bir söz var, hər yer, Kərbəla, hər gün Aşura misalı ilə götürsək, bütün Qarabağ şəhidlərimizə, bütün dünyadan köçən Allah sevərlərimizə, vətən sevərlərimizə həsr olunmuş, köklənmiş bir məclis kimi mən bunu qəbul edirəm və belə məclislərin çox böyük tərbiyəvi əhəmiyyəti var. Çünki biz belə məclislərdə həm də şəhidlərimizi daha yaxından tanıyırıq, o günlərimizi